Anne kızım başardı. Bugün sizlerle birlikte 7 saat ders okuyarken neler elədim? Bunları bölüşeceğim. Getdik. Əlbəttə ki, ən birinci elədiyim şey planıydı. Planı sizlə bölüşəcəm, sakin olun, necə elədiyimi. İlk 1 saat 26 dəqiqədə make və get strukturu üzərində işlədim. Və işləyərkən ChatGPT-dən çoxlu dəstək alıram. Məsələn, cümlə nümunələri istəyirəm, mətnlər qurduram və s. Beləliklə də o ifadələri daha çox yerdə gördüyüm üçün daha çox ağlımda qalır. Bu da ağlınızda olsun. Biraz ara verdim. Burada aranı biraz çox qaçırtmışdım. Ona görə geç saatlara qalıram hal-hazırda. Sonraki 2 saat ərzində getli və make'li cümlələr üzərindən davam edib, bir də üstünə phrasal verb öyrəndim 34 dənə və bunlar da eyni şəkildə real həyatda cümlələr quraraq, pərtəhlik başlayır yorğunluqdan, cümlələr quraraq və real nümunələrini görərək davam elədim. Geri qalan 2 saatda reading elədim və üstünə 2 dənə bölmə testi işlədim. Necə yəni? English failın bölmələri var. Birinci fail, ikinci fail, üçüncü fail diye. Birinci fail ve ikinci failin testlerini işledim. Testin içerisinde gramatika, listening, reading, speaking sualları var. 5 saat 12 dəqiqədədir və bu saatda 7 yazana qədər davam edirik. Demək 40 dəqiqəyə bir dənə sınaq daha işlədim. 6 saat tamamladıq. Qaldı son 1 saat. Son 1 saatı da ingiliscə videolar izləməyə xərcləyəcəm. Shadowing eləmək qərar elədim. Getdik. Bu arada shadowing'i ən çox bu adamla edirəm. Kanalı da budur. Bu dəqiqə ekranda gördüyüm 7 rəqəmini məni nə qədər xoşbəxt elədiyini sizə anlada bilmərəm də. Boynum tutuldu, belim çox pis. Dəqiqə ekran böyüdüm. Bunu sizə qürurla göstərəcəm. Çox xoşbəxtəm çəkişəm. Bunu qucaqlayıb belə durmaq istəyirəm. İzlədiyiniz üçün təşəkkürlər. Siz bugün neçə saat dərs oxudunuz, neçə saat işlədiniz? Mənlə bölüşməyi unutmayın. Gələcək videolarda görüşmək üzrə hələlik. Gələcək serverləri qaçırtmamaq üçün məni izləməyi unutma.